başladı yenə. İşıqlar yanır səhnədə. Dünya TV bizimlə. Bu gecə söz evində. Xanımlar, cənablar, Əsl Show başlayır. Verilişin aparıcısı Elvin Qudrətov. Gülüş dolu bu məkan, rəng qatır hər anan. Söz deyir ürəkdən o, Elvin aparır meydan. Alqış səsi dalğadır, studiyada bayram var. Səhnəyə kim çıxsa da, burada ulduz dolular. Əsl show, Dünya TV bir nömrə show. Elvin deyir başlayaq, coşur. Axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Saatlar 19:00 bir qədər keçib və biz Əsl Show ilə sizlərin qarşınızdayıq. Bugün gözəl söhbətlərimiz var, sənətkarlarla birlikdəyik. Bugün, belə deyim, verilişimizdən, proqramımızdan tam olaraq zövq alacaqsınız. Düz 2 saat yorulmadan istirahət edəcəksiniz, bizə baxacaqsınız və, belə deyim, qonaqlarımızın istər söhbətindən, istərsə də musiqilərindən zövq alacaqsınız. Yenə vurğuluyuram bunu. Bugün sənətkarlarla eyni səhnəni bölüşəcəyik, gözəl insanlarla birlikdəyik. Əziz tamaşaçılar, 055 698 55 64 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Biz də öz sizin yazdığınız ürək sözlərinizi istər veriliş barəsində, istərsə də qonaqlar barəsində o ürək sözlərinizi səsləndirməyə çalışacağıq. Məmnun olacaq, amma hər efirimdə mən bunu vurğuluyuram və xahiş edirəm ki, zəng etməyəsiniz və səsli mesaj belə atmayasınız, çünki efirdə səsləndirmək olmur. Dediyim kimi, havalar isti keçir və biz gəlmişik ki, Əsl Show ilə, belə deyim, sizin gecənizi 7-dən 9-a qədər olan vaxtınızı xoş edək, gözəl proqram təqdim edək və o proqramla da sizləri xoş edək. Və mən istəyirəm ki, artıq vaxt uzatmayım, ilk qonağımızı dəvət edin. İlk qonağımız bir dəfə də bizim efirimizdə olub. Gözəl insandır, mən onun, belə deyim, xətrini çox istəyirəm. Əsl sənətkardır, universal bir sənətkardır. Dəvət edim, gəlsin. Əziz tamaşaçılar, qarşınızda Azərbaycanın ilk şoumeni Qorxmaz müəllim Əleyli Canzadə. Axşamınız xeyir olsun. Seher bağa girdim, seher bağa girdim. Ne bak bildi ne de bak bak, ne bak bildi ne de bak bak. El uzatıp bir gül derdim, el uzatıp bir gül derdim. Ne bak bildi ne de bak bak, ne bak bildi ne de bak bak. Bağın deresinden açtım, süsen sümbüle dolaştım. Süsen sümbüle dolaştım, süsen sümbüle dolaştım. Oynadım, güldüm, danıştım. Oynadım, güldüm, danıştım. Ne var bildi ne de bak bak, ne var bildi ne de bak bak.
Dedim bu bağ əcəb yerdi, çiçəkləri taze tərdi, çiçəkləri taze tərdi. Yarım mənə bu severdi, yarım mənə bu severdi. Nə bağ bildi, nə də bağ, nə bağ bildi, nə də bağ. Cahan diğer oxumayattı, cahan diğer oxumayattım, küllü alemi oyattım, küllü alemi oyattım, küllü alemi oyattım. Gül çiçekten çelenk tuttum, gül çiçekten yükümü tuttum. Ne bağ bildi ne de bağma, ne bağ bildi ne de bağma, ne bağ bildi ne de bağma, ne bağ bildi ne de bağma. Bir daha axşamınız xeyir olsun. Xoş Hər vaxtınız xeyir gəlmisiniz. olsun, axşamınız xeyir olsun. Mən bizi izləyən tamaşaçıları salamlayıram və Dünya TV-nin bütün əməkdaşlarını başta rəhbərlik olmaqla salamlayıram. Və sizi aparıcında salamlayıram, operatorlarımızı, rejissorumuzu, səs rejissorumuzu. Bir sözlə, bu sənədə xidmət edən və dəyər verən insanları. Bəli. Xidmət edən bizi dəyər verən insanlardır. Bəli. Bugünkü gündə mən aşıq havası ilə başladım. Mən aşıq havalarını çox sevirəm. Niyə? Niyə? Çünki aşıq havaları bizim Azərbaycan musiqisinin demək olar ki, köküdür. Bütün bu şikəstələr deyirlər, Şirvan şikəstəsi, Bakı şikəstəsi, Qarabağ şikəstəsi, Zarıncı şikəstə, Döymə Kərəmi şikəstə, bunların hamısı aşıqlardan gəlir muğamlara. Yəni, bunların əsl adı kəsmə olub. İndi biz bunları deyirik şikəstə, amma əslində kəsmə də bunların adı. Və mən bu sənətə özümü xidmətdə xoşbaxt sanıram. Bu mahnı oxumanda da bir dəyişiklik eləmişəm. Hamı takdan sonra başlayır. Dum səhər səhər, səhər səhər bağa girdim. Nə bildi, nə də bağa. Amma mən eslə başlaydım. Səhər səhər bağa girdim. Mən tamam başqa avaz. Yəni qədim köhnə aşıqların ab havasını yaratmağa çalışdım. Diqqətinizə görə çox sağ olun. Bir daha salamlayıram. Sizi bir daha bu əsr şouda gördüyüm üçün xoşbəxtəm, məmnunam. Təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz. Çox böyük məhəbbətlə, mən burada alim qardaşımı da salamlayıram, prodüser. O çağıran yerə mən mütləq gəlirəm və o mənim köhnə dostumdur. Mən buradan Ramiz müəllimi də salamlayıram, əzizimizi, canımızı, ciyərimizi. Neçə illər Ramiz müəllimi rəhbərliyə bu televiziya işləyib, bu studiya çiçəklənib. Arzum odur ki, hələ neçə illər də onun şahidliyi ilə bura inkişaf Amin edilsin. inşallah. Və sizin kimi də dəyərli insanlar təşrif buyursunlar, qonaq gəlsinlər. Bəli, İnşallah. Mən istəyirəm ki, bizim növbəti qonağımızı da dəvət edim. Ona canım qurban, mənim Sumqayıtı o gətirib orada aparacaq. Hələ söhbətlərimiz var inşallah. Əziz tamaşaçılar, daha bir gözəl sənətkarımızı dəvət etmək istəyirəm. O da bizim əsl şouda olub və yenə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiyi üçün. Opera və balet teatrının solisti, Milli Konservatoriyanın baş müəllimi, gözəl xanəndəmiz, bal səsli, gözəl səsli Vüqar müəllim Əliyev. Hər vaxt xeyir olsun, dünya Azərbaycanlıları, sizin efir vasitəsilə mən bütün bizi efir qarşısında izləyən bütün xalqımızı salamlayıram. Həqiqətən də bu sizin verilişi çox baxımlı verilişdir, çox gözəl verilişdir. Demək olar ki, mən bir 3-cü, 4-cü dəfədir ki, burada oluram. Həmişə də sevə-sevə gəlirəm və mən deyirəm, bizim əzimiz, gözəl sənətkarımız, mən həqiqətən də onun sənətinə və özünə böyük hörmət bəsləyirəm. Qorxmaz müəllimlə bir yerə dəvət edib siz məni çox sağ olun, minnətdaram, var olun. İndi yəqin ki, oturub söhbətimizi eləyərik, sonra da mahnılar olar Allah. İnşallah. Mən doğrudan da çox istədim, sizi çox sevdim. Birinci dəfə də efirdəyik bir yerdə və Allah qismət etsin, tez-tez olar. Mən xahiş edirəm ki, elə bir insan, elə bir müğənni ilə məni bir yerə çağırın ki, mən ondan da zövq alım, insanlığından da və doğrudan da Vüqar müəllim çox gözəl insan, çox gözəl pedaqoq və müəllim dərs deyir, tələbələr yetişdirir. Onun bir tələbəsi də
daxil oldu Milli Konservatoriyanın magistraturasına müğənnilik xanəndəliyə. Maşallah olsun. Özünüz təqdim edin. Və Qorxmaz müəllim çox gözəl necə deyim notlara toxundunuz. Mənim tələblərimin ikisi də 9-cu televiziya muğam müsabiqəsində qalib oldu. Aytaz Bəybəliyev və Rauf Səfərov. Yəni şükür Allaha ki, hər şey yaxşıdır. Sizin adınız olmalı. Çox sağ olun, var olun. Allah köməyiniz olsun. Vüqar müəllim, Allah sizi var bəlkə eləsin. deyirəm sizdən bir ifa alaq, sonra söhbətimizə davam edək. Nə olar, buyursunlar. Buyurun, səhnə sizindir. Köməyiniz olsun. Gül açılanda yaz olur bəh bəh bəh. Kədərimdə bimaz olur bəh bəh bəh. Gözəl dəyişmə naz olur bəh bəh bəh. Gəl gəl gözəl yar sevrəm səni. Gözəl dəyişmə naz olur bəh bəh bəh. Gəl gəl gözəl yar sevrəm səni. Bülbül bağlarda səs salır cəh cəh cəh. Güllərin ətrini yalır bəh bəh bəh. Musiqi səsi yücalır bəh bəh bəh. Gəl gəl gözəl yar sevrəm səni. Musiqi səsi yücalır bəh bəh bəh. Gəl gəl gözəl yar sevrəm səni. Yarın bağında şirin olur üzüm. Yarın acılı kına neçə gözüm. Yara qurban olsun bu iki gözüm. Gəl gəl gözəl yar sevrəm səni. Yara qurban olsun bu iki gözüm. Gəl gəl gözəl yar sevrəm səni. Səni. Allah səsinizə qüvvət versin inşallah. Bəh, 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 bəh. Doğrudan da səs zildə şirindir. Mən hər xanəndənin zildə səsi şirin olmur. Yəni yapışıqlı olmur. Vüqar qardaşım bilir, mənim üzr istəyirəm, tərif vermək üçün olmazsa, ixtiyarım yoxdur onun sənətinə dəyər verim. Amma bir tamaşaçı kimi mən onu bu gün dinlədim, çox zövq aldım. Doğrudan da bu zil səs hər adama nəsib olmur, həm də şirin səs. Yəni ürəyə yapışan səs. Səs var qışqırır, səs var oxuyur. Bax, bu müəllimin səsi Nə oxuyur. oxuduğu başa düşülür. Çox sağ ol əzizim, çox sağ ol Qorxmaz müəllim. Əlbəttə deyərdi, Allah rəhmət eləsin, qışqırma oxuyur. Allah ustadlarımıza rəhmət eləsin. Sözün, fikrim. Çox sağ ol əzizim, çox Bir sağ çox ol. mahnılar olur, mən də bir tamaşaçı kimi öz mövqeyimi deyim də. Bir çox mahnılar olur ki, qulaq asırıq, çox yuxarıdan oxuyurlar, amma nə dediyini başa düşmürəm. Amma bir də görürsünüz, bəm səsdən oxuyurlar, amma nə dediyi də başa düşülür və o zil kimi gəlir adamın qulağına. O nədən qaynaqlanır, Vüqar müəllim? O savaddırmı, bir Allah vergisidirmi? Sən elə Qorxmaz müəllim çox doğru söz dedi ki, gərək səs var, səs olmalıdır. Xanəndə üçün səs olmalıdır. Sözlə demək oxumaq. Əlbəm müəllim rəhmət deyirdi ki, 60% deyirdi ki, 60% sözdür, 40% oxumaq. Həqiqətən gərək gücün çatan yerləri oxuyasan ki,
sözü də aydın çatdırasan. Həqiqətən də elədir. Yəni səs var, hə, nə olsun, səs var, oxudum. Zildən zil xanam oxudum ya biraz pis çıxmasın, qışqırdım. O qışqırma oxumaq deyil. Gərək zildə də o səsin gözəlliyi zildə də bilinməlidir. Sonra nətər deyim? Ürək olmalı. Ürək olmalıdır, həqiqətən də Sözü oxuyanda. ürəklə oxuyursan, zildə də oxusun, o sənə tamaşaçıya çatacaq. Amma musiqinin yanında sözləri üzrsən ifadəmi bizdə Bakılarda bizə çeynə tüfür deyə getdi. Hə, yəni o cür olmur. Söz aydın olmalı. Söz tamaşaçıya çatmalıdır. İndiki xanəndələr əksəriyyəti sözü boş deyirlər. Yəni sözə münasibət, sözü yaşamaq yoxdur. Ancaq muğamı çatdırırlar. Ona görə dinləyənlər sayı azalıb. Çünki sözü fərz ki Rübama Muradov Allah qəni rəhmət etsin. Allah rəhmət etsin. Əbülfət Əliyev Allah rəhmət etsin. Qulu Əskərova bunlar sözləri operada necə aydın çatdırırdılar. Mənim ustadım Arif Babayev, bəli. Arif müəllim Allah rəhmət etsin. Bəli, etsin, borcumuz onda böyük zəhmət olub opera sənətində. Sözləri aydın gələ deyəsən. Hərf bə hərf başa düşülürdü. Hərf yox, söhbət hərfdən olsa hərf eşidilməlidir. Sən sözü bir var can deyirsən, bir də can. Yaşayaraq deyir. Yaşayırsan. Bəli, bəli. O hissi. Yandı canım hicr ilə vəsli rüxi yar istərəm. Rüxi yar deyil. Yəni yar uzanmalıdır. Burada vəzin sözü var. Bir də onun bir icazə ver, iradımı bildirmiş o biriyə. Onu, məsəl üçün, görün, quruluşu necə deyişiblər ki, Leyli Məcnun gizli məhəbbət yaşayır. Səhv danışıram, məktəbdə bilməsə gizli qaçırlar. Pıçıltı var, amma sübut yoxdur. Cəmaatı yola salır, təlbəli gedəndən sonra bunlar çəkirlər bir kənara. Bir kənara çəkiləndən sonra bütün həyətə qışqırma olur. Yandı canım hicr. Dalama eşdi ki. Onun üçün Əbülfət rəhməti yoxdur. Yandı canım hicr ilə vəsli rüxi yar istərəm. Bu olmalıdır. Yəni o zil ora quruluş nöqteyi nəzərdən bilmir. O pünhan gizli bir məhəbbət oxumaqdır. Allah rübabə rəhmət etsin. Allah Əbülfət. Tədris, məktəb vaxtlarını, universitet vaxtlarını, sanki təhsil alıram bu dəqiqə. Dərs deyirlər iki müəllimin qarşısında. Allah sizi qorusun. Sağ olun. Yeni işlərinizdən nələr var, Qorxmaz müəllim? Yeni proyektlər, layihələr? Mənim deməli proyektlərim nədir? Mən dünyanın ən xoşbəxti sanıram ki, mənə yaxşı adamlar qismət olub. Musiqi aləmdə, səs rejissorunda Faiq Babayev, Respublikanın əməkdar mədənçisi, Çingiz Xəyalov mənim dostum, mənə çox böyük kömək edildi axır 2 ildə mənim bu musiqiyə qayıtmağımda. Və indi hal-hazırda mənim belə xəttin dünya qədər istədiyim, həm belə iman əhli, həm oruz əhli, həm ailə tərbiyə görmüş, övladını yetişdirib, övladı onun girdi 1-ci sinif Bülbül adına musiqi məktəbinə girdi, 1-ci sinifə və xanım müəllimə onun müəllimi oldu, əziyyətini çəkdi, ata onun əziyyətini çəkdi, ata istedad hazırladı. Bir var, olmasın, bir də var. Və mən adını demək istəyirəm, Cavid Cavadoğlu. Cavid Cavadoğlu çox gözəl aranjmançıdır. 100 dənə suna yığıla, o proqram onu əvəz eləyə bilməz. Və Azərbaycanda neçə aranjmançı varsa çox deyil, azdır. Və bunların mən obislərin xəttinə deyməsin, birinci sayıram. Və o mənim oxumağıma dəyər verdiyinə görə çox sağ olun. Mənim bir 5 dənə mahnı saat hazırlayırıq. 2-si hazırdır, 3-ü hazırdır. Və onun inşallah ilk prezentasiyasını istəyirəm elə Dünya TV-də eləyəm. Ramiz müəllimdən də xahiş edirəm. İnşallah, ya sizin verişi, ya bilməm hardasa. Yəni, bu artıq həm aranjman peşəkar olacaq, həm də ki, onun köməkliyi ilə mən daha da peşəkar oxuyuram, daha da gözəl oxuyuram. Özüm, mən nə istəyirəm, ona deyirəm, o onu o dəqiqə qavrayıb və peşəkarcasını mənə ilə təhlil eləyir. Mən sözün bölgüsündə, vurğularda, ürək işlətməkdə, o oxuyanı oxudan səs rejissorda, sənətin səs rejissoru deyil, amma onu da bacarır. Onun özü də bəstəkardır, mahnıları var. Onun böyük ulduz müğənnilərə Cavid Cavadoğlu bu aranjman eləyib, tamaşaları aranjman eləyib, Ramiz Milişinə işləyib, sonra canım sözün Gərayzadə Vaqiflə işləyib. Bir sözə, mən özümü xoşbaxt sanıram ki, o cür insan mənimlə dostluq eləyir, mənim yaşıma baxmayaraq. Allah qorusun sizi, uğurlar arzulayıram. Çox sağ olun. Biz söhbətimizə davam edəcəyik, əziz tamaşaçılar, söhbətimizə və gözəl ifalara, amma əsl şouda qısa bir reklam fasiləsi var. Daha sonra yenidən əsl şouda olacaq.
adına qurban olum, yetir məni muradına, muradına qurban olum. Çağırıram gel yanıma, gel adına qurban olum, yetir məni muradına, muradına qurban olum. Ne yerdesen ne göydesen, bilmek olur ne yerdesen. Talihinde her an esen, yüreğine kurban olur. Beni yatır niye gitti, acalıkta kaldım yetim. Bu dünyamı berbat ettin, berbadına kurban olum. Beni yatır niye gittin, ocalıkta kaldım yetim. Bu dünyamı berbat ettin, berbadına kurban olum. Sevginin yetmez sonu, ağır olur eşk oyunu. Feryadımda duysan bunu, feryadına kurban olum. Sevginin yetmez sonu, ağır olur eşk oyunu. Feryadımda duysan bunu, feryadına kurban olum. Ne yerdesen ne göydesen, bilmek olur ne yerdesen. Halinde her an esen, yüreğine kurban olum. Beni yatır niye gitti, acalıkta kaldım yetim. Bu dünyam berbat etti, berbadına kurban olum. Beni yatır niye gitti, ocalıkta kaldım yetim. Bu dünyamı berbat etti, berbadına kurban olum. Ne yerdesen ne göydesen, bilmek olur ne yerdesen. Talihimde her an esen, yüreğine kurban olum. Beni yatıp niye gittin, ocalıkta kaldım yetim. Bu dünyamı berbat ettin, berbadına kurban olum. Ben yatıp niye gittin, kocalıkta kaldım yetim. Bu dünyamı berbat ettin, berbadına kurban olum. Berbadına kurban olum, berbadına kurban olum. Təşəkkürlər. Var olasınız. Allah Mirzə Babaya rəhmət etsin, Amin. ruhu şad olsun. Biz onu yad etməliyik. Mirzə müəllim gözəl ifaçı idi, gözəl sənətkardır. Musiqi duyumu, onun bax görürsün sözləri. Mən bir fikrim var. Deyirəm həmişə ki, musiqini kimsə oxuyubsa, ondan sonra eynə o cür oxusan, demək sən lazım deyilsən. Sənin öz
yanaşman olmalıdır. Fikirlərin olmalıdır, Mirzə bəli. Babayev rəhmətli yox ki, çağırıram, gəl yanıma, gəl adına qurban olum, yetir məni muradına, muradına qurban olum. Bu Mirzə belə oxuyub. Mən elə oxuya bilərəm. Siz maşallah olsun, özünə məxsus çox gözəl oxuyubsunuz. Həqiqətən də çox gözəl. Allah sizi var eləsin. Allah Mirzə müəllimə də rəhmət eləsin. Min rəhmət. Onun adı ilə bağlıdır bu mahnı, amma siz bunu həqiqətən çox gözəl yanaşma, çox gözəl Fərqli fikirlər, yanaşma. fərqli yanaşma. Var olun, var olun. Allah Mən sənə can sağ olsun. Hər ikinizə bir sual ünvanlamaq istəyirəm. Bu mahnılar niyə ölmürlər? Bu mahnılar heç vaxt ölməz. Heç vaxt ölməz. Niyə ölmür söhbət Bunu olur? elə bir bəstəkarlar bəstələyib ki, sonra elə bir ifaslar ifa eləyib ki, bu heç vaxt ölməz. Nə qədər Azərbaycan musiqisi var, Azərbaycan var, Mirzə Babayev adı yaşayacaq, Mirzə Babayev musiqiləri yaşayacaq və onu bəstələyən bəstəkar yaşayacaq və ondan sonra bu mahnıya qol qanad verənlər, güc verənlər, bax Qorxmaz müəllim kimi müğənnilərdir, sənətkarlardır. Həqiqətən də mən belə baxıram ki, bu mahnı Qorxmaz müəllimdə ifasında sevilir və seviləcək, həqiqətən də. Və bir sirr açım ki, o mənim dostum Cavid Cavadoğlu bunu görüb, bunu da deyib ki, altyapısını dəyişmək istəyirəm. Çünki onun bir xüsusiyyəti var, aranjmanlarda çoxunda yoxdur. Mahnını oxuyanın əyninə biçir. Yəni, sənin kostyumun mənə əynim olmaz da, mən geyinəndə ya sən geyinəndə böyük görünər. Biz aranjmanı götürürük, oxuyuruq, özgə aranjmandır. Amma mənim oxu tərzimə və yaxud Vüqar müəllimin oxu tərzinə uyğunlaşdırır, eləyir ki, müğənni bir-iki gözə çarpır, bir-iki açılışır. Yəni, bu özü niyə ölmür bu mahnılar? Bilirsiniz, niyə? Burada indi aranjmanın bir gözəlliyi var. Sonra musiqi millizminin bir gözəlliyi var. Sözlərin məna çaralığı birdir. Sonra ifa tərzi var. Ürək yaşamaq. Bunlar hamısı vəhdət. Ona görə mahnı ölmür. Niyə görə Şövkətdən sonra çox oxuyurdu, Allah rəhmət etsin, oxuya bilmirdilər? Niyə Mirzədən sonra götürürlər, alınmır? Niyə İlhama Quliyeva mahnıların əziyyət çəkilir oxuyanda? Çünki o İlhama rəhmətli verdiyi ruhu ki var, əsirdir bədəni oxuyanda. O deməkdir ki, o ürəyim verdi. Onu o ölməz olur o sənət. Bəs mən məsələn bu mahnını oxumaq istəyirəm və özümü ona hazır bilmirəmsə, niyə onu oxuyuram? Yox, vallahi hamı elə bir ki, oxuyandır da, içi mən qarışıq. Nəyəsə yanaşırsansa, yəni birinci ilk növbədə istedad olmalıdır. Oxumaq üçün heç olmasa, məsələn, səs, məsələn, Qorxmaz müəllimi görürsünüz, səsi nə gözəl mahnıya uyğundur. Həqiqətən də elə də. Məsələn, mən o mahnını oxusam, heç vaxt eləncə alındıra bilmərəm. Həqiqətən də, yəni mən açıq etiraf edirəm. Alındıra bilmərəm. Məsələn, o Qorxmaz müəllim üçündür o mahnı, həqiqətən də. Mirzə Babayev üçündür. Oxuyarlar, məsələn, kimsə oxuyar, məsələn, götürər, oxuyar, amma o alınmaz mənə gəlir. Amma mən fikir verirəm, yəni Qorxmaz müəllim həqiqətən böyük sənətkar, tərəfləmə olmasın, ya özgürənlik eləmirəm. Gör, nə gözəl oxuyub həqiqətən də. Həm də mahnı səsə düşməlidir. O vaxtı Cahangir verirdi Şokədə mahnı, Rübabi onu vermirdi, sonra Nərmin xanım onu vermirdi. Nərmin xanım götürdü, oxudu, evlərinin önü yonca. Bunu götürdü, Şokət vermədi. Yəni, dəvət elə bilərdi də ki, Şokət oxusun. Yəni, mahnı səsə düşməlidir. Rübabanın oxuduğu mahnılar onun səsinə yazılır. Sizin oxuduğunuz mahnı, xoşbəxtliyiz o vaxt olur ki, siz mahnını səsinizə uyğun və ürəyinizə uyğun oxuyasınız. O tapıldı, sizdən bir dənə olacaq. Mən belə başa düşürəm onu söyləyim. Var olasınız, bir salamlarım var. Ay can, buyur. Sizin hər ikinizə də salamlar deyilib. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən 75 yaşlı daimi tamaşaçımız Məryəm ana salamlayırıq. Məryəm xanım. Qızı Nərgiz xanım, nəvəsi Hüseyin, Qorxmaz müəllimi, Vüqar müəllimi salamlayır və hər ikisinə sonsuz hörməti olduğunu bildiriblər və əsr şounun daimi tamaşaçılarıdırlar. Mən Qorxmazdan buyurun. Xahiş edirəm, xahiş edirəm. Çox xahiş edirəm. Buyurun, buyurun. Mən çox üzr istəyirəm. Məryəm xanımı mənim o anamdır, həqiqətən də. Mənəvi anamdır, sonra necə deyim, nənəmdir, nətər deyim ki. Məryəm xanımı buradan salamlayıram. Nərgiz xanımı salamlayıram və onun nəvəsi Hüseyini salamlayıram. Onların həqiqətən də
mən də ailəsində, evində olmuşam. Bir çay qoyub qabağıma içmişəm və yeməyi yemişəm. Allah Məryəm xanıma can sağlığı versin. Məryəm xanım həqiqətən çox böyük bir insandır, həqiqətən də. Onların evləri həmişə Qorxmaz müəllim, musiqiçilərin və hamının üzünə açıqdır, qapısı açıqdır. Musiqiçiləri çox istəyir o. Sonra əsl sənətkarları çox istəyir, musiqiçiləri çox istəyir. Məryəm xanımı öpürəm, əllər üzdən sizin. Elə mən də oxumağa başladım ki, o evə qapım açılsın. İnşallah yaxşı olar. Və mən də Məryəm Anaya can sağlığı arzu edirəm. Əsas odur, 75 il az ömür deyil. Deyir, cavanlıq hər adama nəsib edir Allah Taala. Qocalıb 80, 70, 90 görməyi hər adama nəsib eləmir. Seçmə adamlara nəsib edir. Sizə 75 il ömür veribsə Allahın seçilmiş bir bəndəsisiniz. Və ailə üzvlərinizin adını çəkdi. Elə sıra ilə çəkdi. Deyəndə Qorxmaz Vüqar dedim, maşallah birini Qorxmaz, birini Vüqar. Və Vüqar müəllim dedi ki, yeməklərimiz bizim alim qardaşımız dedi ki, çox gözəl yeməklər pişirirsiniz. Xingal, Bakılılar da bilirsiniz də, xingal yeyəndilər də. Mən də böyük məhəbbətlə qismət olar. Vüqar müəllimlə, alim qardaşımla, bizim Elvin, təbii. Bir də mən. Təbii, kvartet olmalıdır. Bəli. Və 800-ə də gəlir. İnşallah. Çox böyük Qorxmaz müəllim. Həqiqətən Məryəm ananın çox böyük ürəyi var. Çox geniş ürəyi var. Gözəl də insandır. Allah onun ömrünə bərəkət versin. Sonra bir eşitdim mən söz arası, bəlkə siz deyirsiniz, ixtiyarım yoxdur işinizə qarşı. Buyurun. O bulaq məsələsi. Nə məsələsi? Bulaq. Şəhid bulağı. Buyurun. Şəhid bulağı içdim. Alim müəllim dedi mənə. Onun yaranmasında rol olub, zəhmət olub, sərvət qoyub ora. Vəsait tarif olub. Bu bilirsiniz nə deməkdir? Yəni bu insan dəyər verməyi bacaran bir insandır. Axır bəlkə də pulun, axır pensiyasını bəlkə də qurban elib ora. İnsan onu yaşadıb o adamı. Çünki şəhid bulağı bizim şəhidlərsiz vətənimiz olmazdı. Əsrlər boyu şəhid verə-verə biz böyük Azərbaycana gəlib çıxdıq. Sonradan bizi incitdilər, indi gəldik, balacalaşdıq. Gəldik, amma indi yenə də möhtərəm prezidentimizin sayəsində, ordumuzun sayəsində, əskərlərimizin, zabitlərimizin, şəhidlərimizin, qazilərimizin sayəsində biz gəldik, mərd yandıq dünyada. O şəhidlər bizim kişiliyimizi qaytardılar, şəhidlər bizim qürurumuzu qaytardılar. Onların qəbrinə qurban olun, biz onları heç vaxt unutmamalıyıq. Və bu ana ki, onları unutmayıb, onu yadigar bir əsərə çevirib, mən əllərini öpürəm. Bəli. Allah şəhidlərimizə rəhmət eləsin. Ali başkomandanımızı qorusun. Həqiqətən də qazilərimizə can sağlığı versin. Həqiqətən biz şəhidlərimizin qanı bahasına, canı bahasına. Məsələn, biz belə başımız Qorxmaz müəllimdir, başımız uzadır və gözəl çiçəklənən Azərbaycanda həqiqətən də yaşayırıq. Müzəffər Azərbaycanda yaşayırıq, həqiqətən, qalib Azərbaycanda yaşayırıq, həqiqətən. Təbrizlərin gözəl danışırıq deyir, gözümün işığısan, başımın tacısan, ürəyimsən, ürəyimin istisisən. Yəni, görün, insanlara Təbrizdə necə münasibət var, olan Azərbaycanlara, Ərdəbil, bütün o Zəncan hamısında. Yəni, soydaşlarımız, Azərbaycanlılarımız da həqiqətən. Yəni, o sözü biz deməliyik, biz də öyrəşməliyik. Birimizə o söz deməyi bacarmalıyıq. Niyə mən Vüqara deməyim ürəyimin istisi, əzizim, gözümün işığı, niyə deməyim bu sözləri? Bu söz insanı yaşadır, mehribanlaşdırır. O cümlədən də o şəhidlərimiz üçün bizim başımızın tacıdırlar. Daha bir salamımız var. Eyni zamanda dəyərli müğənnilərimiz Vəsilə xanım Quliyeva, Zülfü müəllim Həsənov və Tarzən, Ustad Tarzən bizim efirdə də olub. Cəbrayıl müəllim Göyüşovda hal-hazırda bizi izləyirlər, salamlayırıq və qonaqlarımıza sonsuz rəğbətlərini bildirirlər və salamlarını çatdırırlar. Biz sənət dostumuza salamımızı da, tarih ifaçısı, deməli bizim adamdır. Çox sağ olsunlar. Cəbrayıl müəllim həqiqətən də yaxşı, gözəl tarih ifaçısıdır, gözəl pedaqoqdur həqiqətən. Bəli. Vüqar müəllim, bəlkə sizi səhnəyə alaq. Bir gözəl ifadə. Səhnəyə almayaq, meydana dəvət edək. Meydana dəvət edək, səhnəyə alaq. Türklər bizə söz öyrətmə, səhnəyə alaq. Kölüm düşürdü yardıya, bir çekliğin soragına. Kölüm düşürdü yardıya, bir çekliğin
yalvardım o qonmadım. Ben yalvardım o qonmadı, çok yalvardım o qonmadı. Məhəbbətin budağına, budağına. Meyletmedim her güzele, meyletmedim her güzele. Sadakatim düştü dile, sadakatim düştü dile. Ben and içtim ilden ile, gönül verdim ilden ile. Bir keşkimin nevragına, nevragına. Ben and içtim ilden ile, gönül verdim ilden ile. Bir keşkimin nevragına, nevragına. Gönlüm sanmasına sığdır, kerem olup yanasıdır. Gönlüm sanmasına sığdır, kerem olup yanasıdır. O körpemin anasıdır. O körpemin anasıdır, öz körpemin anasıdır. Vurulmuşam koşsavuna, koşsavuna. Meyletmedim her güzele, meyletmedim her güzele. Sadakatim düştü dile, sadakatim düştü dile. Ben and içtim ilden ile, gönül verdim ilden ile. Bir keşkimin nevragına, nevragına. Ben and içtim ilden ile, gönül verdim ilden ile. Bir keşkimin nevragına, nevragına. Allah səsinizə qüvvət versin Çox sağ inşallah. olun. Allah olsun, bu köhnə mahnılar yaşamaq lazım deyə. Bəli, bəli. Yaşatmaq lazım. Biz o qədər mahnılar unutmuşuq. O qədər mahnılar fondda verilir Azərbaycan radyosunda, amma istərdim onlar adi radiolarda səslənsin. Cavanlar köhnə mahnılar eşitsinlər, toyxana mahnıları eşitməsinlər. Bəs Qorxmaz müəllim, bu köhnə mahnılar təbliğ etmək lazımdır deyirsiniz. Və bu toyxana mahnıları da dediniz. Onların təbliğatı necə olub ki, indi yayılıb belə? İcazə olar mən cavab verim. Buyurun, buyurun, buyurun. Bizim o vaxtı ASTV bir dana idi, buraxmırdılar. Onlar təbliğ olmaq üçün onlar götürürdülər, kasetlər çıxırdı belə. O kasetlərdə oxuyurdular, nə istəyirdi? Qorxmazlardan bir kaset çıxdı, birinci kaset, ikinci yüzü, dördüncü yüzü. Ya öbür qardaşımın mahnıları, Baloğlan ağada çıxırdı, onları efirə hələ mən buraxmırdılar. İndi də o mahnılar geri oxunsun həmin kasetlərdə, efirə yox. Efir, efir. Böyük mənadır. Efir böyük dərsdir, efir məktəbdir, efir həyatdır, efir tərbiyədir. Adət-ənənədir. Efir yaşatmaq lazımdır. Əgər oxuyan, o vaxt redaktorlar vardı, indi musiqi redaktorlar var, yox. O vaxt muğamı hər gələn oxuya bilirdi, yox. O vaxt onları seçirdi, kim oxuyurdu. O boyda Qəndab Quliyev gəldi, oxudu, iki yerdə yaxşı olmadı deyəm, dedilər, yox. Çox sağ ol, xoşumuza gəldi. Əli oxumuş, iki yeri xoşuna gəlmədi, efirə baxmadılar. Bax, yəni o şey gəlmişdi, Allah can sağ olsun, Zeynəb xanlar var. O mahnı gəldi, oxudu ki, Sənə yar, şikayətim var. Adı saxla, şikayət nedir? Sənə yar, şikayətim var. Şikayət. Mən tək sevən hanı nedir? Mən tək sevən səni dünyada başımdan hamısı səhv oxuyur. Bəxtən Füqarın gələndə deyir, bunu zədvə olacaq. Mənə bir dənə veriş versəydi Allah qoyardım, Allah bir qovud. Yəni, kim sağdır, bunları çalışsın, deyilsin. Ölənlərə min rəhmət, neyin edə getdi. Amin inşallah. Sağ can sağ versin, ölənlərə rəhmət, can sağ versin əminə. Mən düz demirəm. Demirəm, mənə dayaq ol sözü. Yəni, mənim sözümdə həqiqət var da, mahnı sözü düz bölünməli, düz oxunmalıdır. Əlbəttə ki, mahnı sözü düz bölünməlidir. Mən bayaq dedim, axı, bu sözlər düzgün çatdırılmalıdır, həqiqət. Ola bilsin, mənim də səhvlərim var. Yəni, var, yəni səhvsiz bir insan yoxdur. Həyatda da səhv var. Məsələn, bu mahnılarda da
Mahnılarda da ola bilsən ki, məsələn, mən də səhv eləmişəm bir lenti aldıranda, məsələn də, o qədər varmamışam ki, onun dərinliyinə, həqiqətən də olar. Amma hər şey yaxşı olar, Allah qoy, düzələr, hər şey tədricən düzəlir. İnşallah. Bir də bir cümlə istəyirəm deyəm. Bu mənim bayaq dedik tələbəsi daxil olub. Adı nədir o tələbənin? Rauf Cəfərov. Rauf Cəfərov. Cəfərov. Onu da təbrik edirəm buradan yenə də bir daha. Və onu il yarımlıq magistratura girib. Tarçalanı, kamançalanı il yarımlıq götürürlər. Niyə? 2 illik olmalıdır. Çünki onlar götürüb sonra müdafiə edib dissertasiya yazmağı bacarmalıdırlar. Götürüb piyano çalanı verir, sonra da aparıb mənim talimi, muğamı qarşılıq verir ona ki, piyano çalan mənim muğamımı araşdırsın. Araşdıra bilməz mümkün deyil. Tar ifaçısı onun hər notun, hər yerin, hər şirinliyin, hər kommalarını bilir. O tarçalan biləni kaman çalan, heç kamança bilən kommaları tarçalan eləyə bilmir. Çünki orada pərdə yoxdur. Amma niyə onları incidirlər? Niyə qoymurlar oxumağa? Kim bunu ixtira elədi bilmirəm. Mən burada müraciət edirəm, eşidən olsa hay versinlər, musiqiçilər səs qaldırsınlar yaxşı mənada ki, səslərini eşidir ki, 2 illik eləsinlər. Tarçalan qoy müdafiə eləsin, olsun muğamşünas. Kaman çalan, kaman ifaçısı muğamşünas olmalıdır. Balaban ifaçısı, balaban bilirsiniz nədir? Balaban Azərbaycan xalqının laylasıdır. Muğamın onda olan nəfəsləri bir tələt bacarırdı. Hər üzr istəyirəm, amma bu qədər qurban olum sənə. Hər adam onun nəfəsini verə bilmirdi. Balaban bilirsiniz nədir? Balaban ürək yanğısı. Şamaxılı bir dəfə Ağa Kərim Nafiz var, Allah ona can sağlığı nəsib etsin. Bir dəfə toyda bir muğam oxudu, onu balaban çalırdı bir oğlan. Allah Allah. Ürəyim getdi o balaban ifasını. Əsl, indiki balabanlar aşıq balabanı deyil. Amma o aşıq balabanın zırıltısı vardı. O bir başqa adamdır. Biz yəni köhnələri itirməyək, müasiri yaxşı şeydir, amma köhnələri bərpa eləmək lazım. Mən bir gənc müğənniyəm. Bəli. Mən sənətə gəlmək istəyirəm və müğənni olmaq istəyirəm və belə deyim də, bu ölməz mahnılara müraciət etmək istəyirəm. Amma mən onu harda görə bilərəm? Yəni, mən ustad yanına mı tələbə kimi getməliyəm, yoxsa efirlərə mi baxmalıyam? Yəni, belə deyim də, mən müğənni olmaq istəyirəm və ölməz mahnıları oxumaq istəyirəm ki, mən də o yolla getmək istəyirəm. Qorxmaz mənim yağım bağışlayar da. Öyrənmək üçün mütləq, mən yenə dedim. İlk növbədə, əgər səsin varsa, istedad da Allahdan verilən bir istedaddır. Allahdan verilməlidir. Sonra sən onu mükəmməlləşdirirsən, sonra necə deyim, alması verirsən, onu brilliant edirsən. Bəli. Yəni, mütləq müəllim lazımdır, həqiqətən də mütləq müəllim lazımdır ki, müəllim yanında gedəsən, öyrənərsən, sonra dərs alasan, illərlə, bir mahnıdan söhbət getmir ha. Bir mahnı üçün də vaxt lazımdır. 1 ay, 2 ay, 3 ay, 4 ona da bir vaxt lazımdır, həqiqətən. Amma muğam öyrənmək üçün gərək illərlə öyrənəsən, müəllim yanında olasan, şöbə muğam öyrənməlisən. Mütləq müəllim lazımdır, həqiqətən də. Mənim ustadım olmayıb muğam barədə. Mən ilk muğamı Rubabadan öyrənmişəm. Allah onun ruhunu şad eləsin, plasinkası vardı. Mahuru ondan öyrənmişəm, şuru ondan öyrənmişəm, çargahı bəstənigarını ondan öyrənmişəm. Sonra qatar təsvifini onu bilirəm oxumaq, onun üçün ürəyin nəfəslərini bilirəm. İkinci müəllimim mənim olub Əlbaba Məmmədov, Allah rəhmət edin, sonra Hacı Baba Hüseynov. Bir də Tələt Qasımov. Mən bunları dərsliyin bilirəm mənəm. Mən qulaq asa araşdırarsa öyrənmişəm özümdə. Sadəcə o vaxt mən musiqi... Bir də alanıbsınız da, qulaq asıbsınız. Əlbəttə, hər bir istedada olan onu keçməlidir. Əvvəl onu təqlid edir. Sonradan müəllim yanına gələndə müəllim bir bazı o təqliddən onu uzaqlaşdırır, axtarır onu öz yolunu. Qorxmaz müəllim hər tərəflidir də. Qorxmaz müəllim daha illərin sənətçiləri. Qorxmaz müəllim həm aktyor, həm necə deyim ki, həm rejissor. Say bitmir. Hamısı həqiqətən görsən, bax, muğamatı gör nə qədər bu xalq musiqisinə, muğamata, bizim kökümüz olan muğamata marağı var. Sonra demək, bunun yəqin ki, mən belə baxıram, bu ailədən gələr də, Qorxmaz müəllim. Atamın da yaxşı səsi vardı. Təbii, özü mən Məşdağalıyam da. Biz Məşdağalılar qəzəliyyatı çox sevərik, muğamatı çox sevərik. Yaxşı aşıq sənətini, bizim toylarda aşıqlar gələrdi. Saat 12-dən 3-dən aşıq Asu, aşıq Pənah gələr, aşıq Bilal gələrdi, aşıq Şakir çürükləri gələrdi. Məmməd ağa, Əhməd ağa, bunlar Allah rəhmət etsin. Kimlər gəlib Məşdağada sənət göstəriblər. Değişmələr olub, aşıq Qurban gəlib. Və biz meyxananı da xoşlamışıq. Meyxana bizim canımızın qanındadır. Və
Mən bunu başqa cür yaşaya bilməzdim. Mən bu kəndin suyunu içmişəm, çörəyin yemişəm, mən bu kəndin içində böyümüşəm. Bunları mən qulağım eşidib. Sadəcə mən aktorluğu çox sevmişəm. Niyə? Aktor 70 yaşında oynaya bilir. 80 yaşında rol oynaya bilir. Amma xanəndə 60-70 yaşında daha Leyla Mecnun'u oynaya bilmir. Mən səhv deyirəm. Bu heyratını 70 yaşında, 80 yaşında oxuma olmur axı. Seyid oxuyub, Seyid bir... Allah rəhmət Allah eləsin. rəhmət Cabbar Qarayağda olur. Cabbar. Bunlar səsləri həmişə üstündə olan. Onlar başqa şeydir. Amma çox var xanəndələr üzdən bitdən düşəndə ekrana da çağırmırlar, qonaq çağırmırlar. Amma artisti həmişə çağırırlar, həmişə yaşardır. Ona görə mən artisti çox tutmuşam. Amma dürüst demişkən, məni çəkdi də bu muğam. Qorxmaz müəllim. Xanəndələr gərək həqiqətən də bayaq deyirsə efirə yaraşmaq, gərək özünə baxasan, sonra Arıqladıram. gərək özünə baxasan ki 60 yaşında da, 70 yaşında da, 80 yaşında səni görkəmli olsun, efirə dəvət eləsinlər. Yəni səs də üstü olmalı ki, dəvət eləsinlər. Və bizim həqiqətən də görkəmli xanəndələrimiz həqiqətən olub, həqiqətən. Olub. 80-da da çağırıblar, 90-da da çağırıblar. Məsələn, Əlbaba 85 yaşında Şurun Bərdəşin oxudu toyda. Məsələn, Arif müəllim mənim yanımdadır, mənim ustadım. Demək, Muğam mərkəzində, Beynəlxalq Muğam mərkəzində Əhmədxan Başxanovun orada xatirə gecəsi keçirilirdi. And olsun Allaha. Orada bax, o lent yazısı da var. Orada demək, rast yerindən dilkeşi oxuyurdu, qaratellər oxudu. Oradan demək, modulyasiya elədi Xalis Segah yerinə. Orada bir Xalis Segah oxumuşdu. Bax, bu dəqiqədə lent yazısı var. Arif müəllim onda harasa 75-76 yaşı var idi. Deyirəm, hərə mənim Rəşid bəy bütün ölünüzün səsi üstündə idi. Vidi fasonu üstündə, görkəmi üstündə. Allah rəhmət eləsin Arif müəllim. Həm də səs üstündə, həqiqətən də. Sonra Həc baba ölənəcən oxudu. Allah rəhmət eləsin. O xanələr iki növ olur. Bəmxanlar, zilxanlar. Necə operada olur ki, bas, bariton, tenor, alt, altina və qadınlarda olur soprano, mezzo soprano, koloraturno soprano. Bunlar növləridir. Və bəm səsi, bəmxana deyəməsə sən oxuya bilmirsən, nə var zil oxuya bilmir. Heç çox, elə şey düzgün deyil. Qatar oxuması o demək deyil ki, oxuyandır. Yox. Çünki Allah rəhmət eləsin Hacı Bay Hüseynova, ustadımız oldu da. Allah rəhmət eləsin. O səslə gör necə muğamat oxuyurdu, qəzəliyyatı, sonra muğamı necə oxuyurdu. And olsun Allahın birinə. Rəssamlıq eləyirdi. Rəssamlıq. Naxış qoyurdu, bəzəyirdi. Baba Allah rəhmət etsin, mən deyirəm, mən onun əlindən su içmişəm. Deyir ki, Bacıoğlu, muğamını deyir, bizim zillərimiz getdi, artıq düşdük orta registrə. Çünki bazı Şiraz oxuyub, Zəngölələrin zildə. Yəni, deyir, biz Əlbabın, Həcbabı ilə tərədən sağa, sola, yuxarı, aşağı gəzişmələr edirdi ki, monotonla alınmasın, şirin alsın, mazol olmasın oxumaq, beynə çürütməsin. Allah hamısı rəhmət eləsin. Bizim ustadlarımız edək. Biz onlardan öyrəndik, həqiqətən ustadlarımızı öyrəndik. İndi də öyrənirəm. İndi də öyrənirik və tələbələrə dərs keçdikcə, indi ustadlarımızdan öyrəndiklərimizi tələbələrimizə keçirik. Aşırırıq tələbələrimizə düzgün klassik yol öyrədirik Qorxmaz müəllim. Bəli. Və gələcəyində qoyun muğamatımız, xalq musiqimiz çox gözəl əllərdə olsun həqiqətən. Muğamat həmişə olub. Amma bir dənə həmişə olub, bu ildə var. Bu illərdə də var. Çünki bu qədər muğamata xalq musiqiyə qiymət verilməsi mən görməmişəm. Yəni mən öz yaşımdan deyirəm də. Həqiqətən də burada bizim dövlətimizin və bizim əzizimiz Mehriban xanımın çox danılmaz əziyyətləri var. Bəli, muğamata belə qiymət verdi. Nə qədər uşaqlar gəlir, cavanlar gəlir muğamata, xalq musiqisinə. Həm muğama, həm tara, kamana, balavana, hamısına gəlirlər. Məsələn, gəlirlər. Əvvəl xalq verirdi qiymət, indi hökumətə qoşuldu. Bəli. İndi Milli Konservatoriyamız, həm Milli Konservatoriya keçir, həm Qarabağ Universitetində keçir, həm İncəsənət Universitetində keçilir. Qapılar da açıqdır. Gəlirlər, tələbələr, öyrənirlər. Biz də əlimizdən gələnləri Yetər ki, öyrənmək istə. Bəli, istər. Çalış. Və bu sənət içki sevmir, sigaret çəkmir, pis işlər xoşlanmır. Bu sənət Allahın verdiyi ülvi sənətdir. Dərd çəkəndə o da deyir, mən içsəm dərdim keçəcək. Yox, sən Allaha qarşı çıxırsan, Allahın verdiyi sənətə qarşı çıxırsan. Sən özünü qoru, mərd ol, mübarizə. Qorxmaz mı? Həqiqətən bu Allahın vergisidir. Hər adamın səs var. Həm də bu səs var. Arif müəllim həmişə dedi, Allah rəhmət eləsin. Deyir ki, bu xalqındır, sizin deyil. Yəni qorumalısınız. Əlbəttə. Sizin deyil, xalqındır. Xalq sizin səsinizdən oxumaqdan zövq almalıdır. Həm aktyorluqda da elədir də, hamısını da elədir. Hamısı xalqındır həqiqətən də. Deyirəm, Allah bizi xalq üçün yaradıb, özümüz üçün yox. Sənəti verib yaşatmaq üçün biz yaşatmalıyıq.
vergidir. Vergi, Bax, necə demək- şairə vergi hə, var, bəli, demək qələm sahibinə. Elvin Allah sənə can sağlığı versin. Həmişə. Çox gözəl suallar verirsən. Həqiqətən var o ki, bax səs səndə də var. Bizdə də var. Danışmaq səsi də var. Oxumaq səsi görsən ki, Allahın bir vergisidir. Bunu heç vaxt toxunmaz olmaz. Yəni nəsə baş heç nə Biganə olma olmaz. Biganə olmaq olmaz. Sən qorumalısan. Mütləq şəkildə. Mən nə vaxt oxuyacağım? Söhbətimiz yaxşı gedir. Yox, sözüm yoxdur. Qorxmaz müəllimə qulaq asmaq istəyir həqiqətən. Buyurun Qorxmaz müəllim. Sizi meydana dəvət edirəm. Ay sağ ol. Yoxsa səni alırım meydana. Meydana pul zat veririm. Bilsən necə darıxmışam sensin. Düz bir ildir yaşayıram sensiz. Sensiz benim bu üzüm hiç gülmedi. Sensiz benim bu üzüm hiç gülmedi. Sensiz oldu gözyaşlarım hemdemi. Sensiz oldu gözyaşlarım hemdemi. Tek seni sevmişem ben bu dünyada. Sensiz bu dünyanın edirəm. Seni unutmaq mənə ölümdən də betər. Seni anlamasam sinəmdə döyülməz ürək. Seni unutmaq mənə ölümdən də betər. Almasam sinəmdə döyülməz bu ürək. Seni canımdan da ben çok severdim. Seninle ağlardım, seninle gülerdim. Sensizliğe hiç alışabilmedim. Yaman darıxıram mən, darıxıram sensiz. Günler keçir, aylar keçir gör sensiz. Sensiz keçen bu ömrü neynirəm. Tek seydin hayatımın mənası. Sensiz keçen
həyatı, ah, həyatı neylirəm? Tək sənin həyatı, həyatımın mənası, sensiz keçən bu həyatı, həyatı neylirəm? Tək sənin həyatı, həyatımın mənası, sensiz keçən bu həyatı, həyatı neylirəm? Bilsən necə darıxmışam, darıxmışam sensiz. Vallahi adam istəyir səs çıxartmadan sizə baxsın. Olmaz müəllim. Sanki Müəllifi klipə baxıram. kimdir? Ha, bu adamı aparır bu mahnı vallahi Bu Allah'ın. qədimi mahnıdır. Bəli. Onu Allah rəhmət etsin Şəfqə xanım Axundoya, onun oğlu, onu da Allah rəhmət etsin Allah Talih Teala. Hacıyev yazıb. Bu mahnını Zöhrə Abdullayev kitab oxuyub. Sonra Zöhrə xanıma da bəstəkar- rəhmət eləsin. Allah rəhmət sonra bəstəkar müğənni Arif var, dostumuz, o götürdü oxudu. Ondan sonra mən bu mahnını fərqli oxumuşuq, hamımız fərqli oxumuşuq. Hətta eşitdiyimə görə Bilqeyis Mehdi qızı da oxuyub. Sözləri İlhama adlı bir şairənindir, çoxdan yazılıb və bu mahnı oxunmurdu. Bunu Allah yenə də mənə çox görməsin qardaşıma, əzimə, Cavid Cavadoğlu bunu bir gün eşitdi. Dedi ki, oxu efirdə, amma bunu təzədən aranjman eləyəcəm. Bu sənət əsəridir. Cavid həqiqətən də çox gözəl aranjmansıdır. Mən ona həqiqətən də bəstəkar da deyirəm. Çox gözəl aranjmansıdır. Cavid salamlarımı yollayıram. Allah atasına Cavad müəllimə Cavad can müəllim sağlığı ürəyimizdir, versin. canımızdır. Can sağlığı versin. Cavaddan bir şey niyə danışmıram? Görən dağa nə bələdçilik. Cavad Rəcəbov elədiyi füğanlar, o vaxtı mahnılar hərəmdən bacarmırdı. Milisovkanı düzəldirdi, özü üstünə oxuyurdu Hind mahnıları, Fars mahnıları, Türk mahnıları. Yəni möhrüm var. İndi də oğlu onu təzədən hər neçə ildən bir təzəliyir aranjmanları ki, atası yenə də dəbdə qalsın. Yəni Allah Cavad qardaşıma can sağlığı, ailəsinə can. Amin inşallah. Elm müəllim, qorxmaz mən bağışlayın. İcazə versəydiniz, mənim təbriklərim var bir balaca, əgər vaxt varsa. Var, sənin üçün həmişə var. Bu günləri mənim tələbə yoldaşlarımın, 2 tələbə yoldaşımın ad günüdür. Etibar qardaşımın və Faiq qardaşımın ad günüdür. İndi bu dəqiqə tələbə yoldaşlarım yığışıb onu qeyd edirlər. Səni gözləyirlər. Həqiqətən də yox, indi mən çatdırsam gedəcəm. Əziz qardaşım Etibar, səni ad günü münasibətilə təbrik edirəm. Allah sənə can sağlığı versin. Əziz qardaşım Faiq, mənim tələbə yoldaşlarım, səni təbrik edirəm. Allah sənə can sağlığı versin. O gün olsun Allah qoysa, neçə yubileylərizə yığışaq. Təbrik edirəm. Ayın 13-də də Cavid Cavadoğlu'nun ad günü idi. Mən gec də olsa təbrik edirəm. Mən ona borcluyam həyatım boyu. Mən kimə borcluyamsa dökərəm ona. Mən təbrik edirəm. Mən Ziya Bağırov vokal müəllimə borcluyam. Allah ona 1000 dəfə rəhmət eləsin. Ziya müəllim, Allah Bəli, rəhmət mənə eləsin. vokal müəllim olub. Ziya müəllim. Yəni Adil İskəndərov olub, Elmira Xamşabanov. Mən ustadlar görmüşəm, əcdahalar görmüşəm. Daha muğam ifaslarını çəkdim adımda. O vaxt biz Bülbül adlı məktəbdə oxuyanda Ziya müəllim o indiki 8 nömrəli, indiki İncəsənət gimnaziyasıdır. 8 nömrəli internat idi. Biz Bəli, orada internat. qalmışıq. Bülbül adlı məktəbdə oxuyanda biz gəlib 60-70 uşaq orada qalırdıq. Ziya müəllimi mən orada görmüşdüm. Orada gəlib Oy, o nə bizə böyük insan. dərslər keçirdi orada Ziya Nə müəllim. böyük insan. Həqiqətən Gəldi tələbə də. gətirdim oyuna. Bir gün tələbə gəlmir. Axtar niyə gəlmirsən? Mənim pulum yoxdur. Ha, əyib sənə pul istəyən var, gəl. Olanda verərsən. Biliyorsa ki, Ziya almır. müəllim çox gözəl insan idi. Çox. Allah rəhmət eləsin. Mən Çox yaxşılara gözəl qurban pedaqoq idi həqiqətən də. Mənim bir Əhməd müəllim ilk dəfə gətirib sənətə. Qorxmaz müəllim Can. və Vüqar müəllim. Gələcək nəslin sizin həyatınızda, sənətinizdə nəyi öyrənməsini istəyərdiniz? Nəyi xatırlamasını Xahiş edirəm, istəyirdiniz? qurban olum. Xahiş edirəm, qorxmaz. Siz yox, yaşda da. Mənə qocaqdır. Yox, yox. Buyurun. Yox, valla öyrənən yoxdur. Mənim sahəm. Məsələn, bir dənə aparıcı gəlib demədi ki, şou aparacağım, gəlim qorxmaz mən. Bir öyrənim səndən bu şou nədir?
Məna ilk dəfə Azərbaycana üzr istəyirəm bütün tamaşaçılardan özümü tərifləmək olmasın. Allahın mənə verdiyi xoşbəxtlikdir ki, Azərbaycana ilk şoumeniyəm. Şounu mən gətirmişəm. Və bədbaxtçılığım odur ki, Azərbaycanın son konferansiyasıyam. Məndən sonra bir adam hələ konferansiya bilmir nə olan şeydir, onun işi nədən ibarətdir, şoumenliyi də bilmirlər. Və mən onlar gözləyirəm aparıcılıq, məndən bir soruşan olsun. Daha demirəm, aktyorluğu heç soruşan yoxdur, mənə aktyor sayan yoxdur. Müğənniliyimi də kim bəyənir ki, bunlar bəyənsin. Yəni, məndən öyrənsə işin yoxdur. Mən alətlər düzətmişəm, bunu icazə verib bir dəqiqə vaxt alacağım. Mən Azərbaycan alətşünaslığına yenilik getirmişəm. Hərçənd deyirlər, tar bizimdir, kamanca bizimdir, qanun bizimdir, balaban bizimdir. Vallahi biz özümüz yiyib, özümüz eşidirik. Dünyanın Orta Asiyada hər yerdə, qonşularımızda da, bədnam qonşularımızda da. Onlar da deyir bizimdir. Farslar deyir bizimdir, Ərəb deyir bizimdir, Orta Asiya deyir, sənin tarın yoxdur deyər. Hamısı onlarınkidir. Belə çıxır da. Mən, onlar andı kimə də qayıtım dedim, Quranı kim gətirir, muzikşünas qoyar ortaya, bir dana da alət qoyar, bir əlini oraya, bir əlini Quranı qoyar ki, bu Quran and olsun ki, bu alət Azərbaycana aiddir, deyə bilməzlər. Faktları, sübutu yoxdur. Mən bunu qürurla deyirəm, özü alimlik dərəcəmlə sübut deyiləyərəm. Amma mənim cəhdiyim alətlər artıq bilir ki, Azərbaycandır. Buta şəklində səslənməsi 4 oktava, musiqi, Azərbaycan musiqi alətlərinin 4 oktavalı alətimiz yoxdur. Nə tar, nə kamança. Yəni, mən dünya, özü arzum şərq simfonik musiqi orkestri yaratmağı deyil, onlar üçün alətləri axtarmışam, yaratmışam, ona yaxın alətdir. İndi Allah veribsə bunu mənə, mən dağlı, indi ona kompüter üzərində işləyirəm və bir dənə CNC, nə pulum var, nə yerim var ki, onları mən çıxartdırım. Ancaq ustalardan yalvarıram, pulumu tapanda gedib bir daha düzəltdirirəm. Yenə Allaha qurbanım, nə verib Allahımdan razıyam. Demək, deyirsiniz ki, sizdən gənclər nə öyrənsin? Elə mən özüm də hələ öyrənirəm, qorxmaz mənim də bəxtə. Biz hələ gör evinə kimi öyrənəcəyik, həqiqətən öyrənəcəyik. Biz də ustadlarımızdan öyrənmişik və yenə deyirəm, tələbələrə öyrədirik, nə öyrənsinlər? Onu öyrənsinlər ki, böyüyün kiçiyin yerini bilmək. Bu bir. Birinci, böyüyün kiçiyin yerini bilmək. Sonra efir mədəniyyəti var. Özlərindən razı olmasınlar. Bəli, özlərindən razı olmasınlar. Efir mədəniyyəti var. Efirdə, məsələn, efir geyimi var, həqiqətən də efir geyimi var. Xanəndə, məsələn, danışığı var, nitq var. Məsələn, xanəndə gərək efirə çıxanda heç olmasa kostyum, ağ köynək, sonra qalstuk vurmalı. Bəli, janra uyğun, bəli. Məsələn, qorxma... Yox, özümü tərəfləmim. Məsələn, Qorxmaz müəllimə nə geysə yaraşır, həqiqətən də. Kostyum da geysə yaraşır, al da geysə, şal da geysə, necə çıxsa Qorxmaz müəllimə yaraşır. Məsələn, o şoumendir, o aktyordur, məsələn, o Allah can sağlıq versin Qorxmaz müəllimə. Mən frak da giyinsəm, oxusam, bəli. o da yaraşacaq. Babuska da vursa yaraşacaq. Elə mənim üçün Babuska Azərbaycanda 2 gezdirən olub, biri mən olmuşum aktyorlardan. Allah can sağlıq versin. Vüqar müəllim, sizi də meydana dəvət edirəm. Canım qurban. Canım qurban. Sizdən də bir gözəl ifa zəhmət olmasa. O güzel haralısan yar haralısan, dağların haralısan yar haralısan. O güzel haralısan yar haralısan, dağların haralısan yar haralısan. Gözlerinden tanırım sen başının haralısan, başının haralısan yar haralısan. Gözlerinden tanırım sen başının haralısan, başının haralısan yar haralısan. Su gelir arkana var, dolanır çarxana var. Seni ben çok sevirəm yar, seni ben çok sevirəm. Bilmirəm kalkana var yar haralısan. Su gelir arkana var, dolanır çarxana var. Seni ben çok sevirəm yar, seni ben çok sevirəm. Bilmirəm kalkana var yar haralısan. Başında yaxşalı var, yanağında xalı var. Özü ceyran balası
Başının maralısan, yar haralısan. Gözlerinden tanırım sen başının maralısan. Başının maralısan, yar haralısan. Başların eğme güzel, eğme güzel. Yarama değme güzel, değme güzel. Başların eğme güzel, eğme güzel. Yarama değme güzel, değme güzel. Bu kadar naz eyleyirsen özünü eğme güzel. Özünü eğme güzel, yar haralısan. Bu kadar naz eyleyirsen özünü eğme güzel. Özünü eğme güzel, yar haralısan. Su gelir arxalaman, dolanır çarxalaman. Sen ben çok sevirem, yar sen ben çok sevirem. Bilmirəm xalxalaman, yar haralısan. Su gelir arxalaman, dolanır çarxalaman. Sen ben çok sevirem, yar sen ben çok sevirem. Bilmirəm xalxalaman, yar haralısan. Başında yaxşalı var, yanağında xalı var. Özü ceylan balası, yar haralısan. Gözlerinden tanırım sen başının maralısan. Başının maralısan, yar haralısan. Gözlerinden tanırım sen başının maralısan. Başının maralısan, yar haralısan. Gözlerinden tanırım sen başının maralısan. Başının maralısan, yar haralısan. Gözlerinden tanırım sen başının maralısan. Başının maralısan, yar haralısan. Etmezdim konum, salacak görmeni kana gözlerin. Dediler celasam, etmezdim konum. Beni koyup bakır yana gözlerin. Salacak görmeni kana gözlerin. Beni koyup bakır yana gözlerin. Salacak görmeni kana gözlerin.
Allah səsinizə qüvvət versin Çox inşallah. sağ olun. Müxalif Bəh, yerdə bəh, əlavə bəh, bəh. Çox sağ olun. Var olun. Var olun. Müasir texnologiyalardır, müasir dünyadır belə deyim. Hər şey musiqi sahəsində də əl çatandır. Amma bu mahnılar yoxdur. Yox, bu mahnı yazmaq lazım. Mesela ben de Suna çıxıb internet. O gün bir söhbət elədim, mən müsahibə verdim. Valla pulu olmayan neynəsin? Gedib hamı üçün pullar... Aranjman nə qədər pul versin, yaxşı aranjmanı 5.000 də azdır, 10.000 də azdır. Çünki böyük iş görür. Xanəndəyə də gedir yaxşı pul verəsən ki, sənət yaradır. Yaxşı xanəndən gedir söhbət. Və aktörə də yaxşı pul verəsən də yolçuluq eləməsin. Həyat yaşasın. Bu sənətə xalq dəyər verməlidir, verir sağ olsun. Amma bu mahnıları o vaxtı Əlibaba müəllimin ansambl eşitdim, Humayun, Allah rəhmət etsin. Deməli deyirdi ki, o vaxt adətidir. Kim yaxşı bir dənə təsvir getsə, bir yaxşı rəng getsə, diringi getsə, dəramət yazıb getsə, xoşuna gəlsə, yazırıq fonda qalır. Bax, belə içinə bunlar yaranır, bütün xalq mahnıları, musiqiçilərin əli ilə, xanəndələrin əli ilə, o bəstəkarlıq yoxdur da o qədər. Sonradan əmələ gəldi Sovet dövründən sonra. Bəli, bəli. Elə yeri gəlmişkən bu təsnif də bizim Əlibaba Əlibaba müəllimindir və bizim böyük sənətkarımız Ağa Cəbrayıl müəllimin ansamblı ilə salamlarımı yollayım Ağa Cəbrayıl müəllimə. Böyük sənətkar Ağa Cəbrayıl müəllim. Həqiqətən də haqqı mənim boynumda var. Mən bir neçə mahnıları onun ansamblından lent almışam. Sənəti də böyükdür, özü də ürəyi də işi də böyükdür, zəhmətli, böyük sənətkardır. fərqlidir, özünə məxsusluq var. Çünki o vaxtı mən işləmişəm Əliağa Quliyevin ansamblı ilə, işləmişəm İslam Rızavin ansamblı ilə, işləmişəm Əlibaba Məmmədovun, işləmişəm İslam, sonra kim deyim, Həbibin ansamblı ilə, sonra, yəni bunlar yaranırdı və bunlar hamısı cilalanırdı, pişirdi, oxuyanlar oradan çıxırdı. Və həmin ansambla səslənmə fərqləri vardı, aranjman fərqləri vardı. Ağa Cəbrayıl də həmişə fərqli öz mən sözünü qoyub ortaya ki, mən belə görürəm, belə. Yəni, böyük şəxs. Hər ikinizə də təşəkkür edirəm. Mən bir dənə sual istəyirəm verəm, olar bir dənə. Buyurun. Çünki mütləq opera solisi, opera və balet teatr solisi olsun, ondan soruşmayasan ki, üzr istəyirəm ki, operada hansı rolları yaratmışsan, bunu istəyərdim mən işidən. Bax, demək, opera balet teatrında mən Məcnun dostu Zeyd oxumuşam. İkinci dərəcəli rollarda oxumuşam, bəli. Şeyx oxumuşam, sonra Aşıq Qərəbdə Azançını oxumuşam. Sonra Şah İsmail operasında Qarabağ kəsəsi də orada Züvvarı oxumuşam. Sonra Çapqınçı oxumuşam. Belədir. Yəni bunlar, bəs cəhd eləməmişsən Məcnun roluna, yoxsa verməyimlər? Allah can sağ versin, hamısına can sağ versin. Niyə elə, indi də oxuyaram, heç oxumuram ki, oxuyaram. Yox, sənin səsin indi açılmıyor, sənin səsin gör neçə illərdir. Bəli, neçə illərdir. Sənin cavanlığından geri istifadə edib, bu səs mənim üçün gözəl səsdir. Bunu geri Məcnunda da ifa edirlər, sonra Qəribdə, sonra... Allah quluya rəhmət etsin, qulu əskərdən onu yaxşı oxuyan olmayıb. Əsli Kərəmdə Kərəm. Əsli Kərəmdə Kərəm. Çox Bunlar elə bir çoxdur əsərlərdir ki, amma mənə elə gəlir ki, Şəfqət Axundova Axırıncı Gəlin Qayası yazdı. Bəli, bəli. Mənə elə gəlir, bu operalara gerək yer ayırıq. Orada Camal obrazı var, çox gözəldir Şəfqət Axundova Camal. Təşəkkür edirəm gəldiyiniz üçün, gözəl efir oldu. Minnətdaram ki, sizin kimi sənətkarlarla, belə deyim də, eyni səhnədə olmaq qürur verici hissdir, təşəkkür edirəm. Rauf Məmmədovun bir mahnısını istəyirəm, oxuyam. Mən sağollaşım, oxuyun. Hə, adını dedim də, Rauf Məmmədov. Əziz tamaşaçılar, əsl şounun da bugünlük sonuna gəldik. Sabah yenə eyni saatda, elə bax bu pavilyonda sizlərin qarşınızda olacaq. Sonda isə, buyurun. Elvin, çox sağ ol əzizim. Minnətdaram. Çox sağ ol dəvətin üçün və böyük sənətkarla məni dəvət edibsən, əziz dostumla, Qorxmaz müəllimlə. Çox mənim üçün də çox qürur verici oldu, həqiqətən də. Gələn ayaqlarınız var olsun. Qorxmaz müəllim, sizi meydana dəvət edirəm. Canımızla bağlıyız bu torpağa bu ele, sıralanıp da kimi gelir verey el ele. Canımızla bağlıyız bu torpağa bu ele, sıralanıp da kimi gelir verey el ele. Sen başım gel kardeşim,
bölünmesin bu torpaq. Gel bacım gel kardeşim, bir olaq yumruq olaq, sinəsi dağlanmasın, bölünmesin bu torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, 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 yaşa mənim xalqım. Yaşa, 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 yaşa Azərbaycan. Ölse ya da eğilme, düşse dara kendine, vur yukarı halkımın, kurbanım gayretine. Ölse ya da eğilme, düşse dara kendine, vur yukarı halkımın, kurbanım gayretine. Türk'ün oğlu bükülme, Türk'ün beni eğilme, bir kere kalkan bayrak, bir daha yere inme. Türk'ün oğlu bükülme, Türk'ün beni eğilme, bir kere kalkan bayrak, bir daha yere inme. Yaşa, 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 yaşa mənim xalqım. Yaşa, 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 yaşa Azərbaycan. Yaşa, 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 yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan.